Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi hamden ketiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerdah. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barekte ala İbrahim fil alemine inneke hamidun mecid. Sahih Es-Siretun Nebeviyye kitabında olan dersimiz Kıssatu İslam Selman-ül Farisi radıyallahu anhu. Keçən dəfə Salman Farisinin İslamı qəbul etməsi qissəsindən danışdıq və bildiyimiz kimi Salman Farisi ilk öncə atasının yanında, yəni Məcusi dininə məxsus olan ayinlərin icrasında işləmiş və bu işdə müəyyən bir dərəcələ çatmış bir kimsədir. Lakin Allah Salmandan razı olsun. Allah Salmandan razı olsun. Bunda olan haqqı axtarmağa olan səyi, şövqü onu çox din sahiblərinin, din alimlərin yanından keçərəkdən hətta haqq dini, İslam dini tapmasına, ona yetişməsinə gətirib çıxartmışdır. Buraya baxsaq ki, Salman Farisinin keçdiyi o alimlərdir, o elmdə, dində sayılı kimsələr hamısının özündən sonra gələn, özündən sonra gəlmiş və özlərinin dinində olduğu kimsələri işarə ediblər. Və bu da elə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin Peyğəmbərliyinə bir işarədir. Yəni mövzumuzun da əslində bu qissə deyə bilərsiniz ki, bu qissa, yəni burada nə lazımlı yeri nədir ki, bu qissənin? O qissənin yeri də orada buradakı keçdiyi o din xadimlərinin hamısının özündən sonra gələn Peyğəmbərə və özündən sonraki salih kimsələrə, ondan sonra salih kimsələrə və sonunda da Salman Farisinin qarşılaşdığı və deyir ki, mən yer üzərində Ərəb yarımadasında çıxacaq bir Peyğəmbərə işarə edirəm. Yəni, o bizim dinimizi yaşayan kimsələrdəndir. Burada biz Salman Farisinin 6 dənə, yəni sonuncu Peyğəmbərimiz sallallahu aleyhi və səlləm olmaq üzrə 6 dənə rahib olsun, istər keşiş olsun, onlardan keçdiyini şahid olduq. Lakin başqa-başqa rəvayətlərdə hətta bunun ondan çox kimsələrdən də keçdiyi deyilir. Birinci dedik ki, o atasının yanında işləyir. Atası onun güclü, yəni işində, bu məcusulluq işində ümumiyyətlə o sahədə belə canfəşanlığını görərəkdən onu, yəni il boyu sönməyən odun qalanmasında və ya ona qaravul durmasında və ya ki, onu sönməməsində iştirak edən kimsələr olaraqdan onu ora işçi kimi təyin edir. Lakin Salman Farisi bu işində dözüş gətirməyəkdən haqq axtarmaq üçün yola çıxır. Sonda haqqı tapır. Biz mövzuda burada qalmışdıq ki, o axırda onu həmən ki sonuncu kimsə ki də Əmmuriyyə adlanan yerdə olan həmən ki o kimsə onu son çıxacaq Peyğəmbərin çıxışının vaxtı yaxınlaşdığından onu ətrafı xurma bağları olan, ümumiyyətlə xurmalıq olan bir məmləkətə, bir şəhərə gedib o Peyğəmbərin çıxışını və onun çıxdıqda ona şahidlik etməsini, ona uymasını əmr edir. Çünki ondan artıq da sonuncu Peyğəmbər, yəni sonuncu salih kimsədir ki, ondan sonrası yoxdur. Bildiyimiz ki, o müəyyən bir malı mülkü var idi bunun. Yəni imkanlı kimsə idi Salman radiyallahu anhu. O Ərəb yarımadasına getmək istədikdə o ora gedən qafilə ilə sözləşir. Lakin onlar bunu yolda satırlar. Aydın, onlar bunu satırlar. O da bu vaxt ərəfəsində öz sahibinin yanında çalışır. Onu da həmən ki ilk sahibinin əmisi oğlu gələrəkdən onu götürərəkdən onu Mədinəyə aparır. Və bu da Salman radiyallahu anhu der ki, fəvallahu mə huvə illə ən rəəytuhu. Yəni mənim artıq Mədinəyə çatdıqda o xurma bağlarını gördükdə deyir ki, Allaha and olsun ki, yəni mənim sahibim, yəni sonuncu kimsə, hansı ki onun yanında qalıb Peyğəmbəri ona çıxacağını bildirib və ona getməsini bildirən kimsənin təsvir etdiyi o əlamətləri mən bu şəhərdə, yəni Mədinə şəhərində gördüm.
Deyir ki, orada bir müddət qaldım. Bu müddətdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məkkədə yaşayırdı. Salman radiyallahu anh Mədinədə, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məkkədə yaşayırdı. O artıq Peyğəmbər olaraqdan orada zuhur etmişdi. Bu Salman radiyallahu anhu Mədinədə olduğu müddətcə Peyğəmbərimizdən xəbər almır. Yəni bir xəbər olur. Çünki qul idi, öz sahibinin əli altına işləyən bir kimsə idi. Onun izni olmadan nə bayıra çıxa bilər, nə ki insanlar arasına qarışıb azad insanlar kimi öz işlərini görə bilər. Sonra bir müddət sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Mədinəyə, çünki Məkkədə bildiyiniz kimi onu dinini yaşamağa icazə vermirdilər, sıxıntılar və s. bu kimi əhvalın çətin olduğundan dolayı Allah Resulü sallallahu aleyhi və səlləm Mədinəyə hicrət edir. Salman deyir ki, fəvallah, Allaha and olsun. Mən seyyidimin, ağamın işindən dolayı işində işləyirdim. Yəni xurma ağaclarında işləyirdim. Yəni xurma ağacının üzərində dadığı xurma ağaclarında müəyyən bir işlər görürdüm. Və mən də ki ağacdaydım və mənim də ağam, sahibim ağacın altında oturmaqda idi. Bu həmən mənim seyyidimin əmisi oğlu gəldi və onun yanına dayandı. Dedi ki, ey filan kəs, o Allah Teala deyir, ənsalları qətlə etirsin. Allah Teala ənsalları öldürsün. Yəni Mədinə əhlini, belə deyək, Mədinə əhlini Allah Teala öldürsün. Çünki onlar Qubada Məkkədən Mədinəyə, Məkkədən bura hicrət etmiş bir kimsənin ətrafında toplaşıblar. Yəni özünü Peyğəmbər iddia edən bir kimsənin ətrafında Qubada onun ətrafına toplaşıblar. Yəni bundan dolayı Mədinə əhlini deyir ki, qarğış edik, Allah onları qətlə etirsin. Bu zaman Salman radiyallahu anhu nə deyir? Fələmmə səmi'tuhə əxədətni rə'də. Adam bir qorxulu və bir sarsıntısı bir hadisə eşitdikdə necə bir üşütmə gəlir insana. Deyir ki, titrəmə deyək də. Salman radiyallahu anh deyir ki, mən bunu eşitdikdə mənə bir üşütmə, bir titrəmə gəldi. Çünki onun fərz elə onun evindən ta bütün sonuncu dayandığı o din adamı onu göndərdi, elə əlaməti artıq tapmışdı. Onun ilk əlamətini, ikinci əlaməti və ötəki bir neçə əlamətini artıq görmür. Birinci əlaməti də ki, o Mədinə həmən ki, onun yaşadığı məmləkətə gəlməsi, artıq bunda artıq o yəqin oldu ki, həqiqətən mən düz yerdəyəm, düz məqamdayım. Onun çıxışını gəldiyini, hətta onun olduğu yerə gəlib də, artıq eşidir ki, artıq yaxın bir yerdədir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Deyir ki, bu qorxudan, bu titrəmədən sonra elə bildim ki, mən ağacdan bu saat ağamın üzərinə düşəcəm. Və mən xurma ağacından endim və onun əmisi oğluna dedim ki, nə deyirsən, nə deyirsən? Və mənim seyyidim, ağam hissənərəkdən dedi ki, və məndən yəni, pis, şiddətli şəkildə, yəni sərt danışdı. Deyir ki, nə olub sənə? Get işinlə məşğul ol, deyərəkdən məni rədd elədi. Mən də dedim ki, heç nə olmayıb da, yəni belə bir hadisəni dəqiqləşdirmək üçün mən ondan bunu soruşuram. Bir müddət sonra Salman radiyallahu anh deyir ki, mənim seyyidimin, yəni ağam yanında işlədikdən dolayı yığdığım bəz pul var idi. Səhərisi gün onu pulu götürüb getdim. Düz Peyğəmbər Qubada oturan Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm yana daxil oldum. Və dedim ona, mənə çatmışdır ki, sən salih bir kimsəsən. Və səninlə bərabər ehtiyac sahibləri var. Və məndə olan bu mal, mülk, yəni gətirdiyi bu mal və ola bilsin ki, xurması var və yaxud da ki, yeməli çörəkdən zadından neyisə var. Deyir ki, mənim bu əlimdə olan bu sizlər üçün, çünki siz ehtiyac sahiblərisiniz və yaxud da ki, ətrafında ehtiyac sahibləri var. Bu sədəqədir, onu yanındakı kimsələrə ver. Mən görürəm ki, siz başqalarından buna daha haqlısınız. Və gətirdiyim şey Peyğəmbərimizə uzatdım və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz ətrafındakı dedi ki, yeyin və özü yemədi.
Və mən dedim ki, öz-özümə bu birincidir. Bu bir. Sonra çıxıb getdim. Sonra yenidən bir neçə belə yeyinti məhsulları yığdım. Xurmadan, çörəkdən zaddan. Sonra Peyğəmbərimizə yenə də Peyğəmbərimizin yanına getdim. Və dedim ki, sənin sədəqə yemədiyini gördüm. Sənin sədəqə yemədiyini gördüm. Bu sənin üçün hədiyyədir. Bunu götür. Və bundan sonra gördüm ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm özü də yedi və ətrafındakilərə də ondan pay ayırdı. Bu da Peyğəmbərlərin bir əlamətidir ki, Peyğəmbərlər sədəqə yeməz, amma ki, hədiyyəni qəbul edərlər. Yəni, sədəqəni qəbul edir, lakin öz ətrafındakı qardaşlarına verər. Və Salman deyir ki, radiyallahu anhu, bu ikinci. Qalə thumma ci'tu Rasulullah sallallahu aleyhi sonra bir müddət sonra mən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Bəqi qəbirstanlığında, Bəqi'il Qarqat qəbirstanlığında olduqda, yəni indiki Bəqi qəbirstanlığında olduqda Peyğəmbərimizin yanına getdim. Və o bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm öz dostlarından birisinin cənazəsində iştirak edirdi. Və onun da üzərində bir saldığı bir paltar vardı. Və hucəzün fi ashabihi. O öz dostlarının yanında oturmaqdaydı. Və mən onun yanına gəldim, onlara salam verdim. Və mən onun üz-üzə yox, onun arxasına keçdim. Hətta istədim ki, öz sahibim mənə vəsf etdiyi o iki çiyninin arasında, iki kürəyin arasındakı o peyğəmbərlik möhrünü görmək istədim. Hansı ki, ona demişdi ki, o peyğəmbər xurmalıqlar olduğu yerdə və həmçində iki kürəyin arasında peyğəmbərlik möhrü var. Onu görmək üçün Peyğəmbərimizin sallallahu aleyhi və səlləm arxasına keçdim. Mən Peyğəmbər sallallahu aleyhi və səlləm məni gördükdə anladı ki, mən neysə axtarıram. Bu zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz üzərində olan, belə deyək də, bu üzərini çiyinlərə salmış bir paltar olur. O da gəlib baxırdı ki, nəsə görmək istəyir də. Yəqin utanır ki, birbaşa desin ki, açıq baxım. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu zaman anlayır ki, Salman radiyallahu anh nəsə axtarır. Bu zaman paltarını atır belə. Beli görünür. Və bu zaman Salman radiyallahu anh deyir ki, mən onun beynindəki xatimi gördüm və bildim ki, bu həqiqətən mənim son sahibim vəsf etdiyi vəsflər artıq bunda təkmilləşmişdir. Və mən də ki, Peyğəmbərimizi qucaqlayarkən ağlamağa başladım. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm mənə dedi ki, fəqalə Peyğəmbərimiz dedi ki, təhəvvəl, gəl yanıma, dön mənə dön. Mən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qarşısında oturdum və mənim başıma gələn bütün hadisələri öz dostlarının yanında Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə danışdım. Necə ki, bizə bu rəvayəti İbn Abbas danışdığı kimi. Və bu rəvayəti Peyğəmbər, yəni bunun başına gələn bu əhvalatlar Peyğəmbərimizi təəccübləndirir, yəni xoşuna gəlir. Sonra bir müddət sonra, yəni Peyğəmbər artıq Salman radiyallahu anhu Peyğəmbəri tapır və onun əlamətləri ilə bərabər Peyğəmbəri tapır və onu iman gətirir. Lakin Salman radiyallahu anhu hələ də o sahibinin ağasının, Seyyidin ağası quluydu. Onun yanında işləyirdi. Azad bir kimsə deyildi ki, hər zaman istədiyi zaman gəlsin Peyğəmbərin yanında otursun. Deyir ki, Salman deyir ki, bu qulluqdan dolayı, yəni Seyyidimin qulu olduqdan dolayı mən Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər Bədir və Uhud döyüşlərini iştirak edə bilmədim. Bundan dolayı Bədir və Uhud döyüşlərində iştirak edə bilmədim. Sonra qalə Salman, sonra Salman deyir ki, bir müddət sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm mənə dedi ki, Kətib ya Salman, ey Salman, özünə azadlıq müqaviləsi bağla. Yəni öz seyyidinlə, ağanla bərabər, yəni sənin azad olunması müqaviləsi bağla. Deyir ki, mən sənlə azad olunma müqaviləsi bağlamaq istəyirəm. Bunun Salman radiyallahu anhunun azad etməsi o sahibi, həmən ki o ağası onunla azad olma müqaviləsi bağlayır. Yəni bu Peyğəmbərimizin əmrindən sonra həmən o Yahudi ağası ilə azad olma müqaviləsi bağlayır. Həmən ki kimsə bundan yəni azad olunması üçün ondan
300 xurma tingi, yəni 300 xurma ağacı yeni əkiləcək. Xurma ağacı 300 xurma və həmçinin də 40 uqiyyə, bu təxmin 1,6 qram qızıl müqabilində ondan azadlıq müqabilisi bağlamağa razı olur. Yəni bunu verdikdən sonra 300 dənə xurma ağacı, balaca xurma ağacı və 1,6 qram da qızıl müqabilində səni azad edəcəm deyərəkdən razılığa gəlir. Bundan sonra Peyğəmbər fəqalə sallallahu aleyhi ve sellem əshabihim, artıq bir müqavilə qüvvədədir. Deyir ki, gətir 300 dənə xurma ağacı və 1,6 miqdarda qızıl, səni azad edim. Və Peyğəmbərimiz bunu bilir və deyir ki, qardaşınıza yardım edin. Qardaşınıza yardım edin. Və insanlar da Salmana yardım etməyə başladılar. Ondan sonra bir kişi 300 dənə xurma, 30 dənə xurma gətirir. Birisi 20 dənə, birisi 15 dənə, belə birisi 10 dənə. Hətta mənim üçün 300 xurma hazırlanır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Salmana deyir ki, ya Salman, İzhəb ya Salman, get. Xurma tinglərinin əkilməsi üçün quyuları qaz. Aydındır. Əgər quyu hazır olduqdan sonra məni çağır. Onu öz əllərimlə həmən ki o quyulara xurmaları özüm qoyacam. Salman deyir ki, mən getdim, quyu qazdım və yoldaşlar da mənə, dostlarım da mənə yardım etdilər. Bitdikdə Peyğəmbərimizə sallallahu aleyhi və səlləm xəbər verdim. Və mənimlə bərabər ora getdi, həmən ki xurma əkiləcək yerə. Salman deyir ki, radiyallahu anh, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bütün ağacları öz əlləri ilə əkdi. Öz əlləri ilə əkdi və deyir, onlardan heç biri də qurmadı. Başqa bir rivayətdə var ki, birisini ancaq mən əkdim, elə onların içinə quruyan elə mənim əkdim idi. Amma Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin əkdiyi heç bir xurma tingi qurumur. Hamısı bitir. Və müqavilənin birinci hissəsini yerinə yetirir. Birinci xurmanı verir, lakin deyir ki, üzərimdə mal qalır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm mənə toyuq yumurtası boyda bir qızıl gətirir. Deyir ki, Peyğəmbərimiz axtarış edir ki, bu sahibinə, yəni seyyidinə müqavilə bağladı, o farqlı kimsə hanı deyərəkdən Peyğəmbərimiz başçı Salmanı axtarma və baxdım, məni çağırırlar. Mən gəldim. Salman radiyallahu anh deyir ki, Peyğəmbərimiz mənə deyir ki, budur, həmən ki bu qızılı götür, apar, onun malını ver, özünü azad et. Və mən də dedim ki, ya Resulallah, onun məndən istədiyi o mal müqabilində, bu, yəni o 1,6 qram qızıl müqabilində bu nə edə bilər? Bunu az görür və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, sən onu ver, Allah Teala səndən onu ödəyəcəkdir. Və mən də götürdüm və onu çəkdim. Həmən ki o kimsənin istədiyi miqdarda onun olduğunu gördüm və beləliklə Salman həm xurma, həm də ki malı ona verir. Və bundan sonra Salman radiyallahu anhu azad olur. Və deyir ki, bundan sonra mən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bərabər Xəndək döyüşündə hür olaraqdan, azad olaraqdan iştirak etdim və bundan sonra mən heç bir savaşı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bərabər heç bir savaşı da tərk etmədim. Burada da rəvayət sona çatır. Rəvayətin də sənədi səhih olaraqdan isnadı qüvvətlənir. Burada biz mövzumuzun elə ondan ibarət idi ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin çıxışına olan dəlillər, həmçinin Salmanın görsək ki, onun sonuncu Nasibiyyin deyildiyi yerdə qeyri-müsəlmanlar idi. Yəni ya Yahudi olur, ya da ki Nasrani olur onun qarşılaşdığı. Hamısı da sırf özlərdə qalır xalis, təhrif olunmamış dini yaşayan rahiblərin və din adamlarının onların yönətməsi ilə o haqqı gəlib tapır. Bunun belə ifadədə çarta bilər ki, hər kimsə ixlaslı şəkildə, səmimi şəkildə haqqı axtararsa, Salman radiyallahu anhun kimi
əziyyəti Allah Teala salmasın. Salsa belə sonda o haqqı tapacaqdır. Allah Teala bizləri eşitib faydalardan etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.